Salam değerli izleyiciler, əziz tamaşaçılar. Güney Azərbaycan televiziyasının efirində yayınlanan gündəm verilişini izləyirsiniz. Studiyada Rusif Məmmədsoydu. Əziz izləyicilər, bugünkü gündəm verilişində xüsusilə İranın Xarici İşlər Naziri Abbas Ərakçinin sabah, yəni yanvar ayının 30-unda Ankara'ya səfəri gözlənilir. Bu səfər çərçivəsində nələr müzakirə ediləcək? Ərakçini Türkiyəyə aparan əsas fundamental səbəblər nədən ibarətdir? Həqiqətən çıxış yolu olaraq İran Ankaranı mı görür? Bax, bu suallara birlikdə aydınlıq gətirməyə çalışacağıq. Ekranlara yaxın əyləşin, qeyd edək ki, verilişimizin bugünkü qonağı siyasi şərhçi, hörmətli Müşfiq Abdullahdır. Xoş gördük Müşfiq bəy, hər vaxtınız xeyir olsun. Salam Yusuf, xoş gördük. Hörmətli Müşfiq bəy, çox uzatmayacağım sualımı. Əsas istəyərdim elə mahiyyətinə varmağa və tamaşaçılarımızı da bilgiləndirməyə çalışaq ki, Ərakçini Türkiyəyə aparan səbəblər əsasən nələrdir? Bilirsiniz, bugün bir məlumat yayıldı. Yani Türkiye medyasında yayılan bir məlumat çoxlarının maraq doğurur baxımdan. Yani məlumdur ki, Türkiye Prezidenti Recep Tayyip Erdoğan, ABŞ Prezidenti Donald Trump'la yaxın şərqdəki vəziyyəti, o cümlədən də İrandakı vəziyyəti müzakirə edilib. PKK terror təşkilatı ilə mübarizə, Suriyadakı məsələlər, vəziyyət müzakirə olunur. O cümlədə İran ətrafında yaranmış hadisələr. Ve orada Donald Trump, Türkiye Prezidenti Donald Trump'a vasitəçilik təklif edib. Yəni, zərbələri dayandırmağı, hərbi əməliyyatları təxirə salmağı, sülh imkanlarının hələ tükənmədiyini və mümkün qədər danışıqlar yoluyla bu məsələni həll etməyə çağırıb. Və Türkiye tərəfi bu məsələdə vasitəçilik təklif edib və bildirib ki, Türkiye, Amerika Birləşmiş Ştatları ve İran üç tərəfli bir müzakirələr keçirsinlər. Hətta yüzə gəlmək mümkün olmasa belə, istəməsələr belə, bunu onlayn formatda bunu etsinlər və ondan sonra tərəflər bir çıxış yolu bəlkə tapdılar. Yəni, Abbas Ərakçinin Türkiyə, Ankara'ya səfəri də məhz bununla bağlıdır. Yəni, deyilənə görə Trump Türkiyə tərəfinin bu Erdoğan'ın bu təklifinə isti yanaşır və müsbət yanaşır və ümidlidir. Amma bunun nə qədər müsbət nəticə verəcəyini demək çətindir. Şəxsən indiki situasiyada mən hesab edirəm ki, bunun bir ciddi nəticələr verəcəyi o qədər inandırıcı görünmür. Amma Ərakçinin Türkiyə səfəri onu göstərir ki, İran tərəfi hərbə zorba ilə danışsa da İran rejimi, hədə qorxu ilə danışsa da, amma hansı bir təhlükəli vəziyyətə, hansı bir təhlükəli duruma düşdüyünü anlayır və ona görə də diplomatik vasitələri hələ əldən buraxmır və bunu tükənmədiyini hesab edir diplomatik yolun və çalışır ki, mümkün qədər bu zərbələrdən yayınsın. Ancaq bilirsiniz, İran rejimi münasibətləri elə bir həddə gətirib çatdırır ki, artıq bütün diplomatik imkanlar tükənib. Hətta bu yaxınlarda bilirsiniz ki, ABŞ-ın prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff'la Abbas Ərakçı arasında bir telefon danışığının olduğu haqqında məlumat yayıldı. Ondan əvvəl hər iki diplomatın qapalı danışıqlar, qapılar arxasında bir danışıqlar apardığı haqqında məlumat yayıldı. Sonra Rusiya prezidentinin vasitəçi ilə həm İsrail, həm də Amerika Birləşmiş Ştatları ilə İran arasında bir danışıqlar getdiyinə dair məlumatlar yayıldı. Lakin bütün bunlar həm öz təsdiqini tapmadı, həm də bir nəticə vermədi. Yəni, İranda etiraz aksiyalarından sonra bilirsiniz ki, Amerika Birləşmiş Ştatları həm edamların dayandırılması, həm də insanların qətlə yetirməməsi şərti ilə belə bir təklif irəli sürdü ki, yəni danışıqlara gedilir və öz şərtlərini açıqladı. 4 bəndlik bir şərt idi və bu şərtlər daxilində Birləşmiş Ştatlar hərbi əməliyyatların müvəqqəti olaraq təxirə saldı. Ancaq görünən odur ki, İran tərəfi neynədir? İran tərəfi bir tərəfdən söz verdi. Eyni zamanda İran rejimi insanları, belə deyək, kobud çıxsa da deyəcəm, bu qəssabxana kimi insanları doğramağa başladı. Qadın, qoca, uşaq, böyük demədən gəncləri əsasən də o döyüş silahlarından istifadə etməklə həm küçədə güllələdi, həbs etdiyini də zindanlarda edam etməyə başladı. Ona görə də belə bir vəziyyətdə artıq bütün diplomatik imkanlar tükəndi və sonra da
Amerika Birləşmiş Ştatları açıqlama verdi Dövlət Departamenti ki, Steve Witkoff'la Əraqçı arasında heç bir danışıqlar getmir və telefon danışığı da görünür bir nəticə vermədi. Ərəb ölkələrinin vasitəçilik cəhdləri də bir nəticə vermədi və İran bir tərəfdən diplomatik qorxu və diplomatik səyləri hələ davam etdirir. Eyni zamanda da müharibəyə hazırlaşmaq niyyətini göstərir. Bu da onun deməyə əsas verir ki, İran müharibəyə hazırlaşırsa, deməli Birləşmiş Ştatları təkliflərini qəbul etməyə hazırdır. İran müharibəyə hazırlaşırsa, deməli nüvə silahını əldə etməkdə israrlıdır. Uranı zənginləşdirməkdə israrlıdır. İranın 10.000 kilometr məsafəni vuran qitələr arası balistik raketi sınaqdan çıxarması, bu onu göstərir ki, Sibirə qədər bu raketin uçuş məsafəsi ilə getdi, onu Sibir ərazisini zərərsizləşdirirlər Rusiyanın icazəsi ilə. Əgər bu Sibirə qədər gedirsə, bu raket, deməli bu texnologiyanı İran əldə edibsə, bir neçə ildən sonra o nüvə silahı əldə edərsə, bu artıq Alyaskanın yaxınlığıdır, Amerika sərhədlərinin yaxınlığıdır. Bu Amerikanı vurmaq fikrinə düşəcək. Bu İsrail, tək İsrail yox, bütün qonşu dövlətlər üçün təhlükə mənbəyini çevirəcək İran rejimi. O cümlədən Azərbaycan üçün. Amma belə silahları varsa, ona görə də mən hesab edirəm ki, bu məsələdə Amerika Birləşmiş Ştatları o qədər də diplomatik vasitələrə üstünlük verməyə, güzəştlər etməyə maraqlı deyil. Çünki anlayır ki, bunun başqa bir yolu yox. Yəni, buna hər halda ola bizim danışıqlar Ankarada baş tutacaq. Mən demirəm baş tutmayacaq. Yəni ki, Ankarada danışıqlar baş tuta bilər, onlayn formatda, üç tərəfli qaydadır və tərəflər öz təkliflərini verə bilərlər. Amma biz belə səylərin, xatırlayın, Ukrayna-Rusiya müharibəsi başlamazdan əvvəl Prezident Putinlə o vaxt Amerika Prezidenti Biden arasında onlayn formatda neçə dəfə danışıqlar keçdi. Dəfələrlə çalışdılar ki, Putini bu yoldan döndərsinlər, müharibə fikrindən daşındırsınlar, onu inandırsınlar ki, bu hansı böyük fəlakətə gətirib çıxara bilər. Həm Rusiya üçün, həm region üçün, həm Ukrayna üçün bunu etməsin. Amma o mövqeyindən dönmədi və bu yəni onlayn danışıqlar heç bir nəticə vermədi və gecənin birində hücuma keçərək bugün də davam edən o qətliamları törədi. Ona görə də İran da ola bilsin danışıqlara geçsin, amma bu danışıqların mən müsbət nəticə verəcəyini inanmıram. Aydındır, hörmətli Müşfiq bəy, mən sizə təşəkkürümü bildirirəm, dəvətimizi qəbul elədiniz, iştirak elədiniz. Çox sağ olun, var olun bir daha. Əziz izləyicilər, qeyd edim ki, verilişimizin bugünkü qonağı siyasi şərhçi hörmətli Müşfiq Abdullaydı. Beləliklə daha bir maraqlı gündəm verilişinin sonuna gəlib çatdıq. Yenidən görüşmək ümidilə. Sağ olun, salamat qalın.